Mənim bilirsiniz nə xoşuma gəldi. Evin qabağında qardaş, biraz keçib zəhmət olmasa bura maşın saxlamaq üçün yer düzəldi. Çox gözəl, çox səliqəli. Bu saray MTK-ları da göstər, binalara yaxın bir ərazilər hörmətli izləyicilərimiz. Açar da bizlərdir. Universal Anlaşanlı deyildədir. Nə vaxt istəsəz buyurun, gəlin baxın. Burada mərkəzi kanalizasiyanın tutaqdır. Bax, pəncərə baxmır. Həyətinə pəncərə baxmır. Ən gözəl nüanslardan biridir. En geniş də 4 otaqlı evimizdir. Neçə min oldu? Hörmətli izləyicilərimiz, 105.000 manata. 105.000 manata. Mən burada deməli, bir dənə bu qiyməti də öyrənək canlı yayında. 6 daş kürsülüdür hörmətli izləyicilərimiz. Allah da satan da xeyir versin. Baxın, işıqlar da yanır. İstipo, mətbəx bu genişlikdə mətbəxi yoxdur. Heç yanda yoxdur bu genişlikdə mətbəx. Keyfiyyətlə inşa olunub 105.000-ə deyilir. Bir dənə burada yataq otağıdır. Otaqların ölçüləri iridir, yəni genişdir. Fəraqdır, yəni sıfır. Fəraqdır, geniş, təmir, super təmirli. Burada da evimizin öz həyətinə baxan bir dənə zal var. Təmiri çox gözəl, super təmirlidir, hörmətli izləyicilərimiz. Burada da bir yataq otağı var. Hər otağında kondisionerin kabeli atılıb. Yəni, ustalar gəlib baxa bilər, asma tavan, hər bir şey qaydasında. Bir dənə də yataq otağı buradadır. Ümumilikdə 4 otaqlı, mətbəxi ayrıca, mətbəxi sayısan 5 otaqlı evdir. 4 otaqlı evdir, qanuni Kupçalıdır, düz ana yola, mərkəzi ana yola 50 metrdir, 105.000'dir. Allah inşallah real alıcı indirim olunacaq.